Herkese salamlar. Biz bugün Dərinə Gedək rubrikasının ikinci buraxılışındayıq. Hər zamanki kimi mən sualları bilmirəm və Nəzrin sözü sənə verirəm. Mövzumuzu elan elə və başlayaq. Bugünkü mövzunu yenə istədim ki, özümə yaxın bir mövzu olsun. Həm də sənin illər ərzində biraz haqqında danışmış olduğumuz bir mövzu olsun. Ona görə bugünkü mövzumuz hiss etmək haqqındadır. Yəni hisslər özü yox, bu hissləri hiss etmək haqqındadır. Suallarım da hazırdır burada. Aa, Daha uzundur bu dəfə. bu dəfə biraz hə. Okey, maraqlı mövzudur. Başlayaq. Ən çox mən deməli topikdə yönlənmək istədiyim sırf hissləri hiss etməmək, yəni hiss donuqluğu haqqında olacaq əslində. Elə birinci sualım da belə məhz o mövzu ilə bağlıdır ki, hisslərin donması və ya hiss etməmə ümumiyyətlə biz insanlarda nədən yaranır? Mhm. Ə, Nəzərə alsaq ki, hamımız insanıq və hamımız əlbəttə ki, hisslərlə doğuluruq. Maraqlı prosesdir ki, niyə ə, İnsan sonra sanki heç bir şey hiss etmirəm kimi hala gəlir, çıxır, düzdür? İndi keçmişə getsək, əlbəttə ki, xatırlaya bilərik ki, indi biz uşaq olmuşuq və bizi böyüdən valideynlər çox da şuurlu olmayıb. Yəni mən indi özümü birazca da olsa şuurlu valideyn sayıram, amma görürəm ki, nə dərəcədə çətindir uşağın göstərdiyi bütün spektr emosiyalara tab gətirmək, onun üçün orada olmaq, icazə vermək, onunla birgə yaşamaq. Çünki uşaq bir şey yaşayanda eyni zamanda axı valideyn də içində o emosiyanı yaşayır. O deməkdir ki, sən burada daşsan və bir konteyner kimi oturursan, uşağa icazə verirsən nə isə istəmək. Yəni öz təcrübəmdən bilirəm nə dərəcə çətin bir şeydir. İndi geriyə dönsək ki, bizim valideynlərimizin dövründə çox daha az şuurlu böyütmə tətbiq edən insanlar var idi. Əlbəttə ki, uşaqlıqda senzura yaranır. Hı hı. Hansı hissləri hiss etmək yaxşıdır, hansıları pisdir? Yaxşı və pis onda bölünür ki, hansı hissləri mən göstərəndə mən valideynimdən istədiyimi ala bilirəm ya da ala bilmirəm. Hı hı. Burada o bölünmə baş verir. Və bir növ o pis kateqoriyasına düşən hisslər, hansı ki mənə icazə vermir istədiyimi valideynimdən alım. Əlbəttə ki, bu belə direkt, şuurlu, məqsəd yönlü proses deyil. Bu avtomatik olaraq hər şey baş verir də. Uşaq bunları anlamır. Sadəcə biz çox mən öz uşağımdan görürəm, çox kiçik yaşdan hiss edə bilirik necə davranmaq lazımdır. Biz necə davrananda valideyn necə tətiklənir. Bu çox maraqlıdır. Uşaq aspektindən baxanda. Hə, mən uşağımdan görürəm ki, necə hiss edə bilir. Bizim hissiyatımız çox güclü olur, aşırı güclü olur. O senzura ucu baş verəndən sonra sanki o pis adlandıran hisslər qalır ki, bir iki dənə yaxşı pozitiv, o gülürsən, belə şirinsən, yaxşısan. O birislər isə sanki ə, ləğv olunur, üstü örtülür. Elə bil ki, bizim içimizdən çıxardılmış kimi olur. Heç bir Hmm. biri çıxmır. Əlbəttə ki, hamısı oradadır. Amma bir növ tabu olur. Sanki onlar yoxdular. Onların var olmağına icazə yoxmuş kimi hiss edirik. Və bizə elə gəlməyə başlayır ki, bizdə o hisslər yoxdur. Məsələn, əgər kiməsə uşaqlıqdan aqressiyanı göstərmək heç icazə olunmayıbsa, valideyn çox pis bunu qarşılayıb, birəcə qıqın çıxan kimi üstünə dəhşət üstüvə gəlib, qışqırıb. Məsələn, otura bilər klient mənim qabağımda, 35 yaşında və tamamilə dana bilər aqressiyasını. O Hı. dərəcədə ki, heç hiss edə bilmir ki, onda bu aqressiya var. Məsəl üçün mən deyə bilərəm ki, Nəzrin, sən mənə indi hirslənirsən, hə? Mən də bu şeyi dedim. Aygün xanım, ümumiyyətlə mən heç aqressiv deyiləm, amma mən görürəm ki, insan nə qədər aqressiyası var. Bir növ bax, hə, belə tabulardan başlayır. Nə olar, nə olmaz hiss eləmək. Oradan o bastırılmaq. Hisslər var, onlar sadəcə bastırılır və bir növ elə bil ki, şuurla o hiss dünyanın arasında böyük qalın bir, nə bilim, sement kimi tökülmüş olur, təsəvvür elə. Və oradan elə bil ki, hiss buradan şuura gəlmək istəyir ki, sən hiss edəsən də, şuurla anlayasan ki, axı hisslər var, biz şuurla adını qoyuruq, düzdür? Mən burada nəsə hiss edirəm. Məsələn, terapiyaya gəlir çox insan bilmir də hisslərini.
nədir, nə hiss etdiydi. Mən deyirəm bəlkə budur, bəlkə budur. A, точно odur. Amma o sement töküləndə bizə elə gəlir ki, belə bir siqnal getmir. Baba gəlir buradan, şuura gəlir, çıxmır. Və biz onu hiss etmirik. Və dəyir qayıdır və insanlara elə gəlir ki, yoxdur. Hmm. Hisslər yoxdur. Və hə, uşaqlıqdan bizə yəni yanaşmayıblarsa hisslər barəsində deməyiblər, sən də bunu hiss edirsən. Hə? Yəni hisslərin adı qoyulmayıbsa, hisslər dünyasının vacibliyini anlamayıblarsa, ə, onda biz bir növ elə böyüyə bilirik ki, sanki hisslər yoxdur, onların önəmi yoxdur. Bir robot kimi böyüyürük. O özümüz haqqda yaratdığımız obrazda, o obraz isə senzuranı yenə də nəzərə alsaq, sadəcə yaxşı gül çiçək hisslərindən və aspektlərdən ibarət olur. Onda belə çıxır ki, biz əslində özümüz öz hisslərimizi dondururuq, hə? Yəni hisslər öz-özünə donmur. Biz eləyirik bunu. Əlbəttə ki, biz eləyirik. Ən çətin şey də anlamaq elə budur və insan uzun müddət sonra özünlə işləyəndə, bunu anlayanda ə, bir növ başa düşür ki, günahlandırmağa başqa heç kəs yoxdur. O, okey, valideynim elə olub, amma valideyn özü də elə heç nə hiss edə bilmir. Onu da valideyni ona hiss etməyə öyrətsəydi, o da öz uşağına eyni şeyi tətbiq edərdi. Bəli, biz özümüz hər şey edirik. Biz hiss edirik uşaqlıqdan nə olar, nə olmaz və bir növ o kranı bağlayırıq belə deyək. Bəli, biz özümüz edirik, düz dedin. Məsələn, mən indi bir şey çox maraqlıdır. Yəni məsəl üçün sən indi özün ən azından bu yön üzərində artıq işləyib müəyyən bir nöqtəyə gəlmisən də. Məsələn, amma adamlar var ki, mən özümü də bura daxil eləyirəm. Məsəl üçün özün deyə bilər ki, məsəl üçün mənə hiss etmək çətindir və ya indi hiss etməyən bir dönəmindən keçə bilər və yaxud da ki, çox uzun müddətdir hisslərini unutmuş, hisslərinə kontaktını itirmiş birisi ola bilər də. Yəni sən təxminən təsvir eləyə bilərsən mənə ki, hiss etmək necə bir şeydir? Hiss edən birisi kimi. Fikirləşim. Məncə bilirsən, bu bir növ illüziyadır ki, mən hiss etmirəm. Mən Hı buna hı. inanmıram. Çünki orada beton olsa da biz o hisslərdən özümüzü qopmuş hiss etsək də hisslər orada var. Bax, bəzən olur ki, yenə də aqressiya hisslərinə qayıdım. Okay, mən aqressiyanı hiss etmirəm. Mən həyatımı elə yaşayıram ki, aqressiv davranmıram. Kimsə mənim haqqda deyə bilməz ki, mən aqressivəm. Gün çiçək kimi bir qızam da. Heç kimlə problemim yoxdur, düzdür? Mənə elə gəlir ki, məndə aqressiya yoxdur. Mən aqressiya adlı hissi hiss etmirəm. Düzdür? Amma bu o demək deyil ki, o insanda aqressiya yoxdur və aqressiv davranış yoxdur və başqa insanlar onda aqressiyanı hiss etmir. Məsələn, mən klientlər gəlir deyir ki, Aygün xanım, mən başa düşmürəm niyə insanlar məni aqressiv sayır. Axı məndə aqressiya yoxdur, mən onu hiss etmirəm. Mən heç kimə qarşı aqressiv davranmıram. Amma o emosional kontekst var, hə? Cəmaət biz heyvanıq, biz hiss eləyirik. Sən deyə bilərsən belə, ay gün nə yaxşı görsənirsən. Hı hı. Mən orada yaxşı şey deyirsən də mənə. Ay gün nə yaxşı görsənirsən. Amma mən onun altında bütün informasiyanı emosional kontekstdən sezdim. Və mən sənə deyə bilərəm ki, Nəzrin, nə maraqlı tonun var. Mən nə dedim? Buna biz özümüz də inanırıq, hə ki, biz əslində yaxşı niyyətlə bunu deyirik. Hə, hə. Sən də deyə bilərsən ki, mən nə dedim ki, deyirəm nə qəşəng görsənirsən. Yəni o emosional kontekstin mövcud olmasını elə bir ki, nəzərə almırıq. Yəni mən inanmıram ki, insan hiss etmir, ə, hisslərinə fikir vermir deyə bilərik. Çünki elə bir ki, hisslər dünyası o insan üçün zibil kimidir. 5-ci, 10-cu dərəcəlidir. Çünki o real özündə yaşamır. Biz hamımız yəni fərqli dərəcələrdə o ideal obrazımızda yaşayırıq. Orada isə hisslər bağlıdır. Orada hisslər yoxdur. Çünki ideal olmaq üçün, bəlli bir obrazda olmaq üçün biz o hisslərimizi bağlayırıq. Uşaqlıqdan bəri yaranır yavaş-yavaş o obraz. Bağlayırıq və orada heç nə hiss etmirik. Heç nə hiss etməyəndə də çox rahat olur. Heç bir yerimiz incitmir, heç bir yəni duyğular oyanmır da bizə bir növ çox əlverişlidir hiss etməmək nəzərən.
Çünki o da heç bir yerimiz ağrımır. Okey, bəlkə xoşbəxt də hiss eləyə bilmirik, amma heç nə bizi incitmir də. Və hətta yaxınımız ölə bilər, o da incitmir. Hmm. Yəni biz hamımız hiss edirik, sadəcə hisslərimizə fikir vermirik. Məsələn, birisi gəlir terapiyaya, sənin kimi deyə bilər ki, ya ay da hiss etmirəm, daşam, divaram, hiss etmirəm, hə? Amma terapiyada məsəl üçün bir şey deyirik, nəsə deyirəm xanıma, nəsə soruşuram, birdən gözləri dolur, başlayır ağlamağa, deyirəm, bəs sən deyirsən ki, hiss eləmirsən, necə olan bir şeydir də bu. Yəni biz o qədər alışırıq fikir verməməyə. Sanki hisslər dünyası yoxmuş kimi, robot kimi yaşamaq. Ona görə bizə elə gəlir ki, biz hiss etmirik, amma əslində hiss edirik. Yəni hissə fikir versən, başa düşəcəksən ki, sən də hiss edirsən. Məsələn, mənim də hiss etmədiyim anlarda və yaxud da mənim həyatda belə period olub ki, dönəm olub ki, həçən ki mən uzun müddətdir bu dönəmdən keçmişəm. Məsələn, indi sən bunu teoriyada deyirsən, hə, məsəl üçün mənə yenə məntiqən bu çatır. Amma bunu təcrübə eləmək ki, məsəl üçün mən o anlarımı indi düşünəndə və ki, Hı. hiss edirəm, amma əslində bunu başa düşmürəm və ya buna köklənmirəm. Bu çox unrealistik gəlir mənə. Bilirsən niyə? Çünki bax sən əgər bir dənə bu dəqiqə indi xatirəndə bir şey canlandırsan o ərəfədən özündə, bir dənə bir şey də beynində tut. Bizimlə paylaşmaya ehtiyac yoxdur. Sadəcə tut beynində, xatırla bir şey. Nə ilə bağlı? Yəni hiss etmədiyim dönəmlə bağlı. Ha, o dönəmlə bağlı məsələn nəsə bəlkə baş verib həyatında və sənin üçün məsəl üçün belə bir şey baş vermişdi, amma mən heç nə hiss eləmədim. Bir şeyi xatırla. Mhm. Sən o epizodu məsəl üçün fikirləş, o situasiyanı fikirləş. Sənə o barədə heç bir şey hiss etməmək daha rahatdır, nəinki hiss etmək. Çünki hisslərimiz bizi ələ verir. Hisslərimiz bizi zəif hiss elətdirir. Savunmasız hiss elətdirir. Yaxşı hisslərdə. Bax görsən bölürsən, yaxşı pis. Hisslər ümumən. Okay. Bütün hiss. Mhm. Hisslər bizi özümüzlə qarşılaşdırır. Mhm. Məsələn, nəsə vacib bir şey baş verir, heç nə hiss eləmirəm, heç nə hiss eləmirəm də. Görsən heç bir tüküm tərpənmir. Sanki heç bu mənimlə baş vermir. Mhm. Mhm. Yoxdur da heç bir şey olmamış kimi, düzdür? Bir də var ki, mən o baş verən hadisə ilə hisslərə baxsam, özümə bir azca icazə versəm ora getməyə, mən görəcəm ki, o situasiya əslində məni nə dərəcədə tətikləyir. Nə dərəcədə tətikləyir və nə dərəcədə mən baş edə bilmirəm içimdə qalxan emosiyalarla. Ona görə də bağla. Ekranı biraz açmışdım, töküləndə o qədər incidi ki, tırp belə bağladım sırası. Oy, и все davam elədim. Sanki heç nə baş vermir. Bilmirəm, xatırlayırsanmı o hadisələrdən biraz ki, ora əslində getsən, o hadisələrin içinə doğrudan da getsən, doğrudan da yaşamağa başlasan o hissləri necə olardı? Məsələn, mənim indi sən deyəndə onu mənə ağlıma daha çox neqativ yaşadığım bir Hı. situasiya bağlı gəldi. O ilə müqayisə elədim. Amma mənə məsələn maraqlıdır ki, məndə dəfələrlə olub ki, hətta bu ilə bağlı sənin bir sualın var. Çox əslində pozitiv normalda yaşamalı olduğum bir hissə də çox donuqluqlar yaşamışam. Amma məsəl üçün bunu sənin dediklərini götürüb ora qoysam, orada biraz çətin gəlir mənə. Nə mənada çətin? Bax, Məsəl mən üçün dinləyicilərə çətin ola bilər də. İndi real belə deyək, nümunəsən. Nə mənada çətin? çünki məsələn mən düşünürəm ki, tuturam ki, bu hiss əgər mənə normalda sevinməli olduğum bir pozitiv bir şeydirsə, nəyə görə məsəl üçün mən orada hiss etməməyi tərcih edirəm. Onu amma orada o artıq fərdi baxmaq lazımdır ki, nəyə görə sənə bu sevinc çətin gəlir, nəyə görə bu sevinc sənə bəlkə də olmaz. Onu, o fərdi işləyib alınmaq lazımdır. Amma biz əgər bir şeyi hiss etmiriksə, buna mütləq səbəb var. Əgər biz o kranı bağlamışıqsa, Nə hiss etmiriksə, elə olmur. Elə olmur. məsələn mən burada dayanmışam deyirəm, məndə elə olur. Yox. Amma mən bağlayıram da, hə, hisslərimi ona görə. Hə, sadəcə ora getmirsən. Sən israrla deyirsən ki, və sən dediyindən nəticə çıxır ki, mənim hisslərim yoxdur deyirsən. Mən sizə deyirəm, mümkün deyil. Mən heç nə hiss etmirəm, bərabər də mənim hisslərim yoxdur. Bu hamıda var, məndə yox. Hmm.
Elə bunu sübut eləməyə çalışırsan ki, yoxdur, mən hiss etmirəm vəssalam. Yox, Mən hamı da var demirəm, amma məncə çox adam var da bu cürə məsəl üçün durumları belə bir keçən. qrup insanlar var da, okey, hə, var. Ya da belə bir dönəmdən sən demişkən keçib. Amma sən israrla elə bilsən, məncə o notu eşitmirsən dediyində ki, yox, məndə hisslər yoxdur. Yoxdur. Tamamilə ölüb yoxdur. Amma məncə elə deyil. Başqa biri, bayaq sən emosiya dedin, o da mənə maraqlıdır. Hətta burada o ilə bağlı sualım var. Məsəl üçün mənim özüm üçün çox çətindir emosiya ilə hissləri ayırmaq bir-birindən. Emosional hiss, məsələn, emosional olmaq. Məsələn, məndə necə deyim, ə, çətindir mənə ayırmaq ki, məsəl üçün mən indi emosiyalarda fırlanıram. Mhm. Yoxsa mən həqiqətən dərində məsəl üçün bunu hiss edirəm. Bunu məsəl üçün emosiya ilə hiss arasındakı fərq varmı ümumiyyətlə? Çox da ayırmıram. Mən sinonim kimi işlədirəm. Bəlkə indi prinsipial olaraq hansısa fərq var, bilmirəm. Bunu Google eləyib baxmaq olar. Mənim üçün yoxdur. Mən eyni kimi baxıram. Am, emosiyalarda çırpınmaq yoxsa hiss eləmək? Bax, Əslində mənim çünki buna bir misalım da var sənə demək istədim. Məsəl üçün mən özüm dəfələrlə həm özümdə, həm bir neçə rəfiqəmdə məsəl üçün danışanda təcrübə eləmişəm ki, məsəl üçün am, mən hiss eləmişəm ki, mən emosiya burulğanında fırlanıram. mhm. Yenə belə bəzi şəxsi səbəblərdir də ki, burada bölüşə bilmirəm. Emosional dalğalarda fırlanıram, amma eyni zamanda da içimdə də bir ölü kimi hissiz hiss edirəm. Məsələn, elə dönəmlərdən keçdiyim anları xatırlayanda, məsəl üçün belə bir sual gəlir ağlıma ki, necə insan həm çox emosional hiss edə bilər, amma eyni zamanda da içində emosiyasız, hissiz ölü kimi hiss edə bilər. Düşünürəm. Am, bilirsən, biri var, maraqlı misaldır. Ki bir tərəfdən mənə elə gəlir ki, emosiyanın içində çırpınıram. Yəni yaşayıram, paylaşıram, bəlkə də ağlayıram, qışqırıram, əsəbləşirəm, düzdür? Amma eyni zamanda sən desən ki, ölü kimi hiss edirəm. Bu ölü kimi hiss eləmək səndə necə təcrübə olunur, necə anlayırsan? Məsələn, ölüm kimi hiss eləmə, ölü kimi olmaq mənim üçün bərabərdir hiss etməmək, hissiz olmaq. Məsələn, nə bilim, elə bil ki, məsələn, içində belə depressiv və ya depressiyada hiss eləyirsən. Nə bilim, üzü çöndərsən, burada dünya dağılır, vecə olmaz, üzü çöndərərsən, heç bir şey hiss etməzsən kimi. Necə depressiyada olanda. İçində elə hiss edirsən, amma eyni zamanda məsəl üçün üzdə çox emosional, eyni anda bir şey reaksiya verə bilirsən, eyni mövzu ilə bağlı. Nə cür reaksiya adətən? Bayaq sənin dediyin kimi də, nə bilim, adamından asılı. Bəlkə kimsə ağlaya bilər, bəlkə kimsə emosional, fiziksel reaksiya verə bilər. Bəlkə kimsə kimləsə söhbət eləyirsə, ona öz emosiyasını göstərə bilər. Elə bil ki, sən nə edirsən? Ki, göstərdiyin emosiyalar sanki göstərməyə icazəsi olan emosiyalardır. Amma əslində hiss etdiklərin yenə də o sementin altındadır. İndi biraz dayan məndən burada. Bir var ki, mən nə bilim ağlamaq, isterik eləmək, emosional olmaq, qışqır-bağır eləmək, sanki bunu mən o burulğanın içində fırlana bilərəm. Bu mənə olar. Aha. Amma əslində o səbəbi olan o hisslər var ya, hansı ki gerçək səbəbdir. Əsl səbəbdir, əsl məni incidən şeylər. Elə bil ki, bax onu mən göstərə bilmirəm. Məsələn, atıram da, mən yoldaşımla dalaşıram. Yoldaşım məni incidir. Hı hı. Və mən deyirəm, sən eləsən, sən beləsən, sən həmişə belə yaşayıram, istəyirəm, qışqıram, istəyirəm, ağlayıram. Amma eyni zamanda da elə bilirəm ki, daş kimiyəm, hə? Çünki o daşın altında əslində bir sənə var. Məsələn, mənim hiss etdiyim odur ki, sən mənə belə davranırsan deyə mən özümü dəhşət zəif və savunmasız hiss edirəm. Əslində mən səndən asılıyam və mən səni məsəl üçün dəyərləndirirəm, mən səni sevirəm və sənin mənimlə bu situasiyada belə bir cür davranman məni
çox zəif hiss elətdirir. Mən öz asıllığımı səndən görəndə, sənə olan bağımı görəndə, səni sevdiyimi görəndə mən özümə hirslənirəm, mən zəif görsənirəm öz gözümdə. Buna tab gətirə bilmirəm bu hisslər. Bunlar hamısı qalır altda. Bu gerçək, əslində həqiqətən hiss etmək istədiklərimdir, hiss etdiklərimdir. Amma onları mən görsəm, onlar məni zəif göstərir. Orada indi Yəni mən çökürəm. səni sevdiyimi və s. bunu Hə, hə. görsən. Hə, orada mən çökürəm, əgər onları görsəm. Mhm. Amma burada mən səni atak edirəm. Adətən. Səni günahlandırıram. Düz deyilmi? O emosiyalarda necə olur? Sən eləsən, sən beləsən olur da adətən. Mən hələ görməmişəm ki, kimsə öz dərin hissləri haqqında qışqır bağırla danışsın. Çünki onların elə bir ki ağırlığı başqa cürə olur. Əslində bunu həm valideynə qoymaq olar sən bu misalı, həm uşağından, həm dostuna. Yəni əslində hamıya qoy. Yəni bütün münasibətlərə qoyular bir Amma misal. yaxşı götürək övlad ana, düzdür? Məsələn, uşağım nəsə edib və mən özümü belə deyək də pis ana kimi hiss edirəm. Mən öz onun etdiyinə görə mən öz səhvlərimi görürəm, hansı ki məni bir növ mən görürəm ki, burada mənim payım var. Bu mənə peşmançılıq hissi doğurur məndə. Mən o peşmançılıq hissinin altında əzilirəm. Mən gerçək olsam, sementin altına getsəm, onları oradan çıxartsam, nəzərəm gör necə ağırdır. Mən orada deyərəm ki, bağışla. Bağışla, that's it. Mən bunu deyə bilmirəm deyə. Mən sən, mən səni böyütdüm. Mən sənə nələr elədim. Sən nə deyirlər, nеблагодарный. Ungrateful. Minnət, təşəkkür hissi olmayan, təşəkkür. Naşükür. Ha, şükür. Naşükür. Sən pis övladsan. Bax, bax, bax necə çırpınaram orada emosiyalarda, düzdür? Onlar da fikir ver necə yüngüldür elə bil. Orada tökülcə tökülür. Amma bura mən getsəm həqiqətən o daşın altında nə hiss etdiyimi ağır görsən necə başqa cürədir. Ora gedirsən, çökürsən, çökürsən, bax danışarkən belə ağır Ay, emosiyalar gəlir. ağır. Və orada sən onu hiss edəndə sən belə çırpına bilmirsən. Sən belə o bağışla sözünün ağırlığı altında çökürsən bir dənə. Bir dənə onu deyə bilirsən, ondan başqa heç nə deyə bilmirsən. Amma görürsən ora getmək lazımdır. Ora çətindir. Ona görə bir tərəfdən də bir mən çırpınıram. Amma bu tərəfdən ölüyəm. Ölüyəm çünki o real hiss etdiyimə getmirəm. Real mənim hiss etdiyinə getmirəm. Burada mən öz ideal obrazımı qoyuram. Necə yəni? Sən mənə deyirsən ki, mən pis arvadım. Necə yəni? Sən mənə burada indi deməyə çalışdın ki, mən yaxşı ana deyiləm. Mən səni nə bilim 10 ildir tərbiyə edirəm səni. Başa düşdün? Burada mən obrazımı qorumağa çalışıram və emosiyalardan partlayıram. Görürəm, başa saldım. Gedə Onu bildim. da olanda, əslində mən başa düşürəm məncə. Onda da elə bir ki, belə çıxır ki, onda belə başa düşürəm ki, bizim emosiyalarımız daha çox səhvdir, yanlış e, dır. Yəni bir sən məsələn nəyə gedirəm? Məsələn doğru olan, məsələn sənin qoyduğun misalda burada doğru olan o hisslərimizə gedib əslində uşağımıza elədiyimiz yanlış anlayıb ona bağışla o dedini. Yəni real olan budur da əslində. Onda bəlkə bizim emosiyalarımız fake-dir burada. Yox, fake deyil. Yox, fake demək istədiyim, məsələn biz onu Deyil. fake Aydın o emosional durumda olanda biz özümüzə real bizlə tanımlamırıq nəzərən. Hı -hı. O ideal obrazımızla tanıyırıq deyən, o ideal obrazı nəsə tetikləyir deyə biz onu qorumaya keçirik. O qara məni basınca mən qaranı basım, o emosional baskı ilə bir şeyləri həll etməyə çalışırıq. Bir ki o alışdığımız o fabrika ayarlarına qayıtmağa çalışırıq. Hı. O öyle hiss edən isə o real məndir. Hansı ki hisslərinə mən baxmıram. Həqiqətən orada nə baş verir mən baxmıram. Hı. Maraqlıdır əslində mənim üçün bu. Yəni heç elə baxmamışdım o perspektivdən. Aça bilərik yenə suallarla. Əlavə sualların varsa ver. Mən əminəm ki izləyicilər də bəlkə maraqlı olar. Bu nüansda yoxdur əslində, çünki mən başa düşdüm. Məncə sən nə demək istəyirsən? Mənim şəxsən yoxdur hal-hazırda sualım bu mövzu ilə bağlı. Amma ki, mənə bir şey maraqlıdır əslində. İndi buradan həm də əslində məndə çıxır. Biz keçən dəfə məsələn subyektiv dünyamızdan danışdıq da ki, subyektivlik nədir, yaşadığımız kiçik qutu nədir və oradakı Subyektivlikdir. Bax, sözü kəsirəm. Mən o ideal obrazımı qoruyanda, orada mən subyektiv sadəcə özümü düşünürəm də. Ona görə biz danışmışdıq, yadındadır ki, subyektivlikdə
kiçik dünyadasan. Yəni emosiyalar part. Orada mən sən desən dondun. Biraz texniki problemlər yaşayırıq. Aha, qayıtdın Hə, sən. məndə də sindromdur. Eyb yoxdur. Amma hə, məncə qayıtdın. Ə, yəni orada yadına keçən ilk buraxılışımızda da deyirdik ki, ora da o dünya daxil olmur deyə orada biz dayandıran heç bir şey yoxdur, orada çırpınırıq, düzdür? Və o emosiyalarda çırpınanda orada da mən özümü qoruyuram, subyektivliyimi qoruyuram da. Axı mənim izah obrazım mənim subyektivliyimdir. Onda E, belə fikir hiss etməməmiz birbaşa əslində subyektiv dünyamızla da əlaqəsi var da, yəni. var. Biz nə qədər o subyektiv dünyamızda yaşayırıq, orada daha çox emosiya olur, nəinki hiss. Deyə bilərik belə. Deyə bilərik. Əgər sən prinsipial olaraq hə, emosiyanla hissə ayırmaq istəyirsənsə deyə bilərik. Daha çox Çünki mən özümdə bunu Mhm. Çünki mən dəfələrlə məsəl üçün özüm özümdə təcrübə eləmişəm ki, istənilən situasiya ilə bağlı ola bilər. Hətta məsəl üçün elə insanla bağlı ki, hansı ki, sən onun özü ilə bu duruma bölüşmürsən, amma öz başa düşdün, yəni üzünə bu haqda danışmırsan, amma öz içində nə bilim işlə bağlı, işdə məsəl üçün kimlənsə bağlı ola bilər və s. Məsəl üçün emosionallığı yaşayırsan öz içində və bunu həqiqətən hiss edə bilirsən ki, bu dəqiqə mən çox emosional hiss edirəm də. Subyektivliyindəsə, subyektivlikdə o bizə aid olan şeylər var ya, hansı ki bizi konkret olaraq tətiqləyir, onlar çox güclü emosiya oyadır. Hmm. Mən ona görə emosiya ilə hissə ayırıram. Çünki mənim üçün hiss etmək bəzən ola bilər ki, çox çətin olur. Ə, çox çətin ola bilər. Amma ki, məsələn, emosiya mənim üçün belədir. Mhm. Ə, hə, məsəl üçün bir də ki, məndən soruşsan, məsəl üçün ki, sən hansı hissi daha yaxşı hiss edə bilirsən, daha asandır sənin üçün hiss etmək. Məsəl üçün mənim üçün bu gəlir qəzəb hissi. Mhm. Qəzəb hiss eləmək, kimsə sənə haqsızlıq eləyəndə orada doğan o hissləri hiss etmək və s. sanki mənə daha asandır. Nəinki məsəl üçün milyonlarca ola biləcək başqa hisslərimizi də, istər pozitiv olsun, istər neqativ. Əgər məsəl üçün çox indi izləyən adam da əgər buna deyərsə ki, məndə də belədir. Məsəl üçün mənə maraqlıdır ki, niyə görə insana ümumi bu qəzəb, əsəb hissini hiss etmək daha asandır, nəinki başqa hissləri. Niyə orada donmuruq? Yaxşı sualdır. Bir saniyə. Çünki qəzəbin altına biz baxsaq, çox zaman lap altına getsək, onun altında yetərsizlik yatır. Yetərsizlik hissi. Biz özümüzü çox durumlarda yetərsiz hiss edirik və bu çox normaldır. İstər münasibətdə, istər işdə, nə professional böyüməyimizdə. Elə bil ki, mən özümün yetərsizliyini hiss edəndə buna tab gətirə bilmirəm və oradan bir növ aqressiyanın səbəbinə çıxıram oradan. İndi bu dəqiqə hansısa öz misallarından düşünsən, harda ki sən aqressiv hiss eləyirsən və onun tam dərininə getsən, görəcəksən ki, sən orada yetərsiz hiss edirsən və buna tab gətirə bilmirsən. Məsələn, əgər mənim yenə də yazıq yoldaşlar, yoldaşım belə bir cür hiss edirsən və mən ona görə yetərsiz hiss edirəm, Hı hı. aqressiya sayəsində mən oradan çıxıram. Qayıdıram yenə obrazıma. Mən yoxa sən eləsən. Başa düşdün? Sən pissən, sən eləsən. O aqressiya kömək edir oradan çıxmaq. Əgər səndə aqressiyanı hiss etmək icazəsi varsa. Yox, əgər məndə o icazə yoxdursa, mən aqressiv ola bilmərəmsə, o daha da patoloji olur. Harda ki mən içimdə partlayıram, yığıram, amma aqressiyamı da göstərə bilmirəm. Olmaz mənə. Amma yetərsiz də hiss edirəm. Orada lap böyük qaşımalaşıb baş verir. Mənə elə gəlir ki, məsəl üçün yenə deyirəm, mənim bütün münasibətlərimdən, özümdən və sair aldığım məsələn də misal kimi versəm, mənə elə gəlir ki, ümumiyyətcə insan haqsızlıq hissinə daha güclü hiss keçirdə bilir. Nəinki məsəl üçün, məsələn, tutan bir insanı götürək, məsələn, sən kimisə itirirsən, yaxın bir insanı və sənə kimsə haqsızlıq eləyir də. Ya mənə elə gəlir ki, bəlkə də düzgün deyil bu öz adımdan hamı ifade. Mənə gəlir ki, böyük faiz olaraq insan haqsızlığa qarşı daha çox hiss keçirdə bilir. Onun ətrafında dönüb izahlar verə bilir. Yaşadığını, yaşayır bunu. Nəinki məsəl üçün əslində bu daha böyük əzabdır da, nə kimsə itirmək, nəinki burada. Çünki baxır sən haqsızlıq deyəndə nəyə nəzərdə tutursan? Çünki 99% insan haqsızlıq bizə nəyə adlandırır?
mənim istədiyim kimi deyil. Hmm, düzdür. Və bu direkt olaraq subyektiv baxışdır. Və burada mən hə, emosional fırtınada olacağam. Mənim istədiyim kimi deyil, sübut eləyəcəm niyə belə mənim dediyim kimi olmalı falan filan. O haqsızlıq. Yəni bunun haqqında danışa bilərik. Tezdən o topiki keçirdib o hissləri yaşaya bilərik. Hə, çünki sən orada haqlı hiss edirsən. Mhm. Sənin haqqın varmış kimi bu aqressiyanı hiss etməyə, başqalarını günahlandırmağa. Axı aqressiya da nədir? Mən aqressiya yox, mən boş yerinə aqressiv deyiləm axı. Sən də nəsə etmisənsə mən sənə qarşı aqressivəm də. Mən dəli deyiləm ki, durduğum yerdə aqressiv olum. Düzdür? Görsən necə haqlı pozisiyadır. Əgər sən mənim aqressiyamı oyatmısansa, düzdür, sən Mhm. dəli kimi boş durduğun yerdə aqressiv olmursan, düzdür? Kiminləsə münasibətdə yəqin aqressiv olursan. Düzdür. Düzdür. Əgər sən başqasına qarşı aqressivsənsə, avtomatik olaraq o günahkardır, sən yox. Mhm. Düzdür. O aqressordur, sən qurban. Və bu sənə haqq verir, yürü və yürü, yürü və yürü məsələsi. Aqressiya, icazəli aqressiya, haqlı aqressiya, haqlı qəzab. Fərqli qəzəb. Hə, sən həmişə dediyin. Orada mən obrazımı qoyuram, orada mən haqlıyam və özümə belə tormozsuz icazə verirəm ki, yürü be qızım məsələsi. Hə. Amma kimsə rəhmətə getdi və mən özümü real özümlə tanımlayıramsa, yəni davranmıram ki, sanki bu mənimlə baş vermir, yəni qopuqluq, o dissosiasiyanı yaratmıramsa, özümləyəmsə, Mhm. orada o çox ağrılı hisslər olur. Orada çox qısa-qısa zaman insan tab gətirə bilir o hiss etdiyinə. Bəs biz necə bölürük ki, məsəl üçün mən bu hissə tab gətirə bilirəm, bu hissə yox. Hı. Hər hissi də. Məsəl üçün bütün əm, necə olur ki, biz bəzi hisslərə tab gətirə bilirik, halbuki onlar da ağır hisslərdir. Neqativ hisslərə baxsaq. Hı -hı. Bəzi hisslərə tab gətirə bilmirik. Biz yenə də nəzərən biz real özümüzdə hiss etdiklərimiz hisslərə tab gətirə bilmirik. Hmm. Hə. Onda belə Onların ağırlığı çox fərqli olur. Yəqin ki, səndə də olub da, indi çox oxuyursan da, mənim də vebinarlarda da iştirak edirsən, düzdür? Bax, olubmu səndə bir azca nəyinsə fərqinə varırsan və o səni biraz belə çökdürür, olur, başqa cürə çökdürür. olur. Yəni sən onunla başqa o emosiyada olmağın, onun fərqini yəqin ki, anlayırsan da. Orada insan çox qala bilmir, elə tüp belə bir çıxır oradan. Hmm. Çünki ağır olur orada hiss eləmək. Çünki Hani sən mənə denən necə ağır olur? Məncə orada baxır situasiyadan təbii ki, asılıdır. İndi ağlıma bir neçə situasiya gəldi. Bəzən olur ki, sənin əlində olmadan yaşadığın, bəzən olur sənin səbəbindən yaşadığın. Ə, Sənin səbəbindən yaşadığını götürəndə, yəni orada belə bir məncə peşmançılıq hissi olur. O peşmançılıq hissindən də insanın içində bir məncə autoaqressiya yaranır. Məndə şəxsən autoaqressiya yaranır ki, niyə belə elədin, niyə elə elədin? Ondan da elə bil ki, gələn bir ağırlıq olur ki, mən məsəl üçün dözə bilmirəm ona. Yəni bu həftə 4-cü gün, keçən həftə video çıxmışdı eynən bu barədə ki, biz nəyisə özümüz haqqımızda, real özümüz haqqımızda görəndə o qədər autoaqressiyanı, izah obrazımızdan o qədər baskı edirik ki, özümüzə, orada ola qala bilmirik. Mümkün Hmm. deyil. Atırıq özümüzü oradan. O hal, ona görə ora getmək, sanki o yolu ki, mən ora getməyim, o hissləri görməyim, reallığı görməyim, özümü real vəziyyətdə görməyim, çünki özümü gördüyümə görə məhv edəcəm. Amma o ki, insan uzun bir müddət işləyir və artıq gördüklərinə görə özünü məhv etmir, onda sən daha çox qala bilirsən orada, daha çox hiss edə bilirsən, daha barışıq yaşayırsan. Hmm. İnsan elə bir gördüyünə görə özünü məhv eləməyəndə bir yerdə qabağındakilərə də qarşı daha anlayışlı ola bilirsən də onda, hə? Yoxsa? Çünki bilirsən, sən öz gördüyünə görə özünü bir növ məhv edirsənsə, sən o gördüyünü ləğv edirsən. Sən ki, bu mənim haqda deyil. Bu pisdir. Yenə də bu pisdir. Sən uca ora gedib, oradan nəticə çıxardıb, fərqli davranmağın gəlmir. Sən sadəcə gördün, məhv elədin, isə unut, ləğv olundu, sil getdi. Bu mənimlə deyildi. Hmm.
və artıq heç özünlə işləmək belə istəmirsən. Hmm. Sən dünyasını işləmək belə istəmirsən. Çünki hər dəfə elə bil ki, səni bıçaqlayırlar, bıçaqlayırlar, bıçaqlayırlar. Sonra da deyirlər ki, ay, Gökhan da deyir ki, özünlə işlə. Bu da özünlə işləmək görə özümü necə pis hiss eləyirəm. Hətta insan özün pis hiss edir ki, yəni mən özümlə işləyirəm ki, özümü yaxşı hiss eləyim, Mən texniki. isə kəşf edirəm ki, mən akazvitsə necə belə pis insanam. Hətta Belə yəni mən istəyirəm ki, özümü pis hiss eləyirəm də. Yəni elə bil ki, hə, elə bil ki, işlədikcə insan bir şeyləri gördükcə özünü pis hiss etməyə, yenə hiss etməyə başlayır. Onda fikirləşirsən ki, okey də mən özümü yaxşı sevmək üçün işləyirdim üstümdə, amma elə fırlanır, gəlir çıxır ki, mən axı özümü indi pis hiss eləyirəm. çünki pis hiss eləyirəm, çünki mən özümü pis adlandırıram. Mən gördüyüm şeyə görə özümü pis birisi adlandırıram. Və Hı. bunu əlbəttə ki, mən ləğv edəcəm, görmək istəməyəcəm özüm haqqda. Pis birisi olmaq istəmirəm, amma biz onu yavaş-yavaş sadəcə bir fakt kimi, özümüzün haqqında fakt kimi öyrənməyə alışsaq, onda bizim o real obrazımız, real mən bir növ puzzle kimi yığılmağa başlayır. Artıq mən hər dəfə görürəm belə qurbağa qaynar suyun içindən tullanırmış kimi oradan tullanıramsa, məndə heç vaxt özüm haqqda realistik anlayış yaranmayacaq, heç vaxt. Və mən həmişə özümü bir bulud kimi hiss edəcəm. Heç vaxt hiss etməyəcəm ki, mənim belə fərdim, mənim şəxsiyyətim varmış kimi, mən kiməm, mən necə birisiyəm kimi hiss edə bilməyəcəm. Gah elə olacam, gah belə. Bir dəfə sən mənə demişdin, yəni elə belə söhbət eləyəndə sən mənə belə bir şey demişdin ki, birinci hisslər gəlir, daha sonra hisslərdən də emosiyalar gəlir. Mən də demişəm. Bilmirəm. Hə, demişdin hisslər gəlir, yəni müəyyən cürə hiss edirik və yaxud da ki, və həmin hisslərdən də müəyyən emosiyalarımız qalxır. Və Və mən indi çox maraqlıdır ki, məsəl üçün mən özüm bu yaxında belə bir şey təcrübə elədim. Elə buradaydım Bakıda. Sən çünki o mənə dedin, mən bunu təcrübə eləməmişdim. Prosta söz kimi əzbərləmişdim də elə bil ki bunu. Belə bir şey təcrübə elədim. Yəni bir hadisə baş verdi, bir şey oldu və mən ona normalda düşünmədən həmişə verdiyim bir panik reaksiya var idi ki, indi necə olacaq, indi necə olacaq, indi necə olacaq. O panik emosiyalar deməyi götürdü ta ki o situasiya öz-özünə həll olunana qədər. Yəni mhm, situasiya həll olunana qədər mən içində fırlanırdım. Yəni həyatımda ilk dəfə mən özümü saxladım və fikirləşdim, düşündüm ki, okey, mən indi nə edə bilərəm də? Yəni bu situasiyada mənim A, B, C variantlar qoydum özümə ki, mən nələr eləyə bilərəm ki, bu şəkildə olmasın. Və ondan sonra elə bil ki, okey, oturdum əməyə başda özümə bunları yazdım ki, mən nələr eləyə bilərəm və dedim ki, okey, gəl birincidən başlayım, alınmasa ikinci, alınmasa üçüncü variant ki, yəni rahat bir formada bu həll olsun. Onda hiss elədim ki, sanki o emosional burulğana düşmədim. mhm, Yəni özümü toparladım, özümə ələ aldım və müəyyən qorxu hissi, həyəcan, gərginlik hissi, nə də emosiya içində fırlanmadım. mhm. Çünki sən E, düşünməni bir növ orada tətbiq elədin. Bir var ki, məsələn, o emosiyalara getməmək çox çətindir o mənada ki, orada axı insan özünü dəhşət canlı hiss edir. O emosiyaların içində çırpınırkən canlısan. Əməlli başlı belə yaşayırmış kimi hiss edirsən. Və orada çox böyük ləzzət var və Adam gözü belə parlar. ani o kayfı yaşamamağa insan özünə belə bir ki, rəva görmür də yaşamaq istəyir daima onu. Bir də var ki, sən desən ki, okey, mən bu dəfə ora getməyəcəm, mən уже fərqindəyəm. Mənim bu getmək ənənələrimdən belə deyək. Mögüsən desən ki, mən özümü tutdum, qoymadım ora getməyə. Oturdum və indi mən nə edə bilərəm deyə düşündüm. Okey, bu baş verir. Mən nə hiss edirəm, nə edə bilərəm. Başa düşdün? Bir də var ki, mən bunları nə edə bilərəm, nə düşünürəm. Bu da hamısı qalır burada. Mən bir növ uzaq ağıllı davranmıram da. Harda ki, okey, mən bunu hiss edirəm, bu baş verir. Mən indi bunu nə edə bilərəm, bunu yox, bunu edə bilərəm. Həm indimi düşünürəm, həm gələcəyimi düşünürəm. Bir də var mən bunların heç birini düşünmürəm. O ani kayfı düşünürəm. Harda ki, mən girirəm və çırpınıram o Məsəl emosiyaya. üçün mən ona elə kayf kimi də, yəni o ani o canlanma və sair hissi kimi baxmırdım ona. Hı hı. Əksinə məsəl üçün mən elə bilirəm ki, öz dünyamda ki, mən o emosiyanı əslində o emosionallığı və hala mən indi nə edəcəm, nə edəcəm, onun narahatçılığını yaşamaq istəmirəm. Hı hı. Elə o hissi yaşamaq istəmədiyimə görə bir yerdə özümü dayandırdım.
Yəni bu problem həll olana qədər ya da bu məsələ həll olana qədər mən bu emosiya içində çırpınacağam ki, necə olacaq, necə olacaq, necə olacaq, amma o uzun müddəti bu emosional narahatçılığı yaşamaq istəmirəm. Ona görə mən məntiqimi işə salıb bunu yazıram. Hı? Emosional olaraq sakit bu durumu Amma keçirirəm. fikir ver, orada sən daha nə qədər daha sakitsən. O emosional qarmaşada olanda sənə o deyirsən də o neqativ şəkildə yaşayıramsa belə, yenə də canlı hiss edirəm. Çünki qanım qaynayır. Mən daima actiondayım da. Fırlanır, fırlanır içimdə sanki nəsə. Burada amma sükutdayım, sakitdəyim. Fikir ver, yoxdur o qarmaşa. O Bəs canlı mən yoxdur. bilirəm ki, mən yaşamaq, məsələn, mən çox əminəm ki, mən o hissi yaşamaq istəmirəm o an. Mhm. Bütün Deməli motivasiyam özümü sakitləşdirməkdə o sən artıq bütün ola bilər o məqama artıq gəlmisən. Harda ki, uzun illərdən sonra artıq o məqam gəlmişsə ki, okey, mən bunu yaşamaq istəmirəm. Ona görə görsən, mən şuurlu olaraq özümü durdururam ora getməkdən. Mən özümdə bu prosesi tanıyıram. Mənə Mhm. ziyan verdiyini anlayıram. Ağıllanıram bir növ. Başa düşürəm ki, mən ora getsəm mənimlə nə baş verəcək. Və mən başa düşürəm ki, qapının ağzındayam və mən o qapını açmıram. Başa düşdün? Əlim ordadır belə, amma açmıram. Amma açıb girə bilərəm. Hər dəfə açıb girirəm, əgər fərqində deyiləmsə bu proseslərin özüm haqqda. Mhm. Sən uzun müddətdir bu şeylərin fərqindəsən deyə artıq səndə seçim yaranır. Fikir versən necə maraqlıdır. O qapını açmamaq seçim. Hə, Çünki açsam orada pis olacağam. Artıq o eyni özümə kömək səbəb mənim həyatımda uzun illərdir var. Yəni hər dəfə tezdən bu situasiya yaşananda mən bunu hiss edirəm. Yəni bu mənə çox tanış bir edirəm. situasiyadır da Burada əslində. illərlə sən o qapının içinə girmisən. Açıb Mhm. girmisən. Amma indi artıq səndə elə bil ki, o emosional şeydən şuurlu səviyyəyə gətirmişik deyə, fərqindəsən deyə, artıq sənin seçimin var o qapını açmamaq. Və bu yaxşı bir şeydir. Başqa bir şey də səndən soruşmaq istəyirəm. Məsəl üçün doğrudan da ola bilər ki, insan çox uzun müddətli emosiyalarını öldürüb və ölü kimi hiss eləyir də. Yəni bunu bir normasına çevirib və yaşayır, hisslərini hiss etmədən. Amma ola bilər ki, yəni həqiqətən də insan məsələn hisslərini dondurub, məsələn bizi indi dinləyəcək olan insanlardan desin ki, "A, bu mənimlə bağlı deyil." Özü fərqində olmasın ki, əslində donmuş hisslərlə yaşayır. Yoxsa insan bunun fərqində olur ki, yox, mənim hisslərim donur. Yox, yox, fərqində olmaya bilər. Tamamilə fərqində olmaya bilər. Ola bilər məsəl üçün öz ideal obrazında xoşbəxtdir, yaşayır, yaradır, evlənir, uşaq da doğur, fərqində deyil ki, hiss etmir. Amma məsəl üçün həyatında bəlli bir nöqtəyə gələ bilər ki, görə bilər ki, amma qəribədir axı, niyə məsəl üçün bu insanlar hisslər haqqında danışır, amma mən bunu hiss etmirəm. Ya da məsəl üçün ən doğma insanım, nə bilim, 2 həftəlik harası gedir, amma mən heç darıxmıram. Mhm. Nəsə olur, amma mənim ağlamağım gəlmir. Empatiya hiss eləmirəm. Axı bir nöqtədə insan bir növ ayılmağa başlayır ki, bu niyə belədir? Niyə məndə bunlar yoxdur? Amma uzun müddət bunların absolut vecinə almayaraq yaşamaq olar. İdeal obrazda özü çox qəşəng yaşamaq olar. Çünki orada elə bil ki, sənin hisslərin yoxdur deyə sən bütün insanlardan daha üstün hiss edirsən. Hissləri olan insanlara da belə istiçka kimi baxırsan, slabak kimi baxırsan, zəif insanlar kimi baxırsan, amma sən belə dünyanı çözmüş güclü birisisən. Mhm. Hə, o çox pozisiya o qədər super belə. Kraliça pozisiyasıdır. Niyə ondan vazgeçəsən? Niyə onu görəsən? O uca sən deyirəm də insan bəzi insanlar gələ bilər, bəzi insanlar heç vaxt gələ bilməz. Çünki tutunanlar o obraza, güclü hiss etmək obrazına. Bəziləri isə hə belə bir şey gələ bilər ki, "Okey, niyə mən beləyəm? Niyə məndə bu hisslər yoxdur?" O uca mənə mane olur bu. Mən istəyirəm onları hiss eləmək, amma onlar yoxdur. Onda uca məsəl üçün yavaş-yavaş başlamaq olar işləməyə terapiyada. Bir də mən bir neçə elə bil ki, yenə də tanışdığım, yenə həyatımda olan və sairə insanlardan türkəlmiş esinlənərək bu sual əslində sənə vermək istəyirəm. Yəni ola bilər ki, insan əslində doğrudan da məsələn hissləri donmuş bir insan olsun da, amma məsəl üçün o özünü çox hiss edən, çox belə emosional, məsəl üçün canı yanan Hə, birisi kimi. ola bilər. İdeal obrazımda mən eləyəmsə, hə. Özəlliklə məsəl üçün olur bəzi insanlarda, hansılar ki, bir növ axı bir hiss edirik ki, bir növ biz hiss edə bilmirik. Daş kimi, nə?
Amma öz haqqımda yaratdığım obrazda mən o canı yanan, yumşaq, bushi belə insanımsa, yumşaq, belə sevəcən birisiyəmsə, elə davrana bilərəm. Özüm də inana bilirəm ki, sanki bu belədir. Özümü o Yəni obrazda hiss tanımlaya bilirəm. etməsək də inanırıq ki, hiss edirik də, belə çıxır. İnana bilirik, hə, güya ki biz hiss edirik, amma əslində o elə deyil. Amma Əslində bu daha çətindir, hə? Bunu başa düşmək məncə daha çətindir insanın özünə. Ə, daha çətin ola bilər, amma nəzərəm biz hiss edirik. Biz hamımız hiss edirik bir yerlərdə. Sadəcə qaçırıq o şeyə baxmaqdan. Çünki ora baxanda artıq o fərqli şeyləri özümüzdə görəndə o aspektləri. Hı hı. Onda burada yaratdığımız, alışdığımız o mən dağılmağa başlayır. Bu bizi çox tətikləyir. Biz onu heç itirmək istəmirik. Hı. Çünki ona görə qoymuruq o özümüzə o şeyləri görməyə. Hı. Yəni nə daha asandır? Görmək ki, mən belə aqressiv, qeyri-empatik, Hı hı. yekəxana, egoist birisiyəm, ya da demək ki, oy bu isteriçkadır da. Bu da elə bütün gün zırıldayır, nə bilim. Məsəl üçün hiss edən insanı götürüm dəyərsizləşdirirəm. Qaldım yenə öz obrazımda. Mən daha üstünəm, mən daha yaxşıyam. Hı. Elə bil Düzdür. ki, sən bu sualları verəndə fikir ver, mən neçə dəfə qayıdıb gəlirəm ideal obraza. Hə. Sən çox necə underestimate nədir? Çox Evet. hafife alırsan Hə. ideal obrazı. Əslində mən sənə burada bir sual yazmışdım. Elə sualı olduğu kimi də sənə deyəcəm. Məncə mən özüm bu sualın cavabını özüm tapdım indi. Hı Bir də bir sual yazmışam ki, biz əgər hissləri açsaq, nəyi itirməkdən qorxuruq? hı. Mənim məsəl üçün buna cavabım anladığım qədər odur ki, yaratdığımız obrazı birinci öz gözümüzdə itirməkdən qorxuruq. Biz real olmaqdan qorxuruq. Nəzərim, real olmaqdan qorxuruq. Hmm. Çünki hiss etmək məni çox adi, savunmasız, real, zəif birisi kimi hiss elətdirir. Amma bir tərəfdən də biz hamımız adına nə qədər danışmaq düzgündür bilmirəm, amma belə də raf- ümumi danışsaq, məncə biz hamımız çox inanırıq ki, biz realıq. Nə danışdı? Biz heç kim inanmır. Yox. İnsanlar biz fərqində deyilik ki, biz özümüzü özümüzlə tanımlamırıq. Biz sadəcə yenə də bəzi insanlar heç hiss eləmir, bəzi insanlar o nöqtəyə gəlir ki, ay yox, xanım, mən elə bil öz həyatımı yaşamıram. Mən donuğam, mən elə bir həyata şüşədən baxıram, mən kiməm anlaya bilmirəm, la. Və onda yəni çox açıq-aydın göstərir ki, yox. Biz əlbəttə ki, o obrazın içində yaşayanda biz elə bilirik ki, elə biz buyuq. Hə. Elə biz sadəcə buyuq. Hə, biz çünki özümüzü onunla tanımlayırıq. O zaman bizə heç həyatda şüşədən baxmaq da önəmli. Yəni bunu biz görəndə belə bu bizim üçün önəm kəsb etmir də, olsun da, zət o belədir. Yəni olsun da mən şüşədən baxıram məsəl üçün. Bunu elə bil ki, yenə underestimate eləmişəm. Yox. Əgər kimsə hiss edir və anlayırsa və şüşədən baxır həyata və o cümləni istifadə edirsə, olsun da onunla da beləyəm, onda o sadəcə məncə əsla tab gətirə bilmir o durumuna. Hardakı o ki hisslərə gedir, başa düşür ki, şüşədən yaşayır, həyata qarışa bilmir, hiss edə bilmir, istədiyi kimi ola bilmir. O çox ağrılı bir hissdir. Yox. Hmm. Ona görə daha asan dedim. Əşi olsun da, dəyərsizləşdirdim əşi. Whatever. Ay sağ ol. İyi, elə davam eləmək daha asandır. Üstəlik də başqa o hiss edənləri dediyim kimi yenə dəyərsizləşdirdim, getdim. Vəssalam da. Elə bir dənə birisinə elə isteriçka dedim, bəsdir. Hmm. Bir dənə də çox maraqlı mənə bir şey var. Məsəl üçün bəzi insanlar var ki, həqiqətən keçirtdiyi, məsələn mən özüm həyatımda belə çox insanlar var da, ki məsəl üçün keçirtdiyi emosiyalara çox önəm verir, hisslərinə çox önəm verir. Yəni məsələn deyək ki, bir hadisə baş verir. Mən əgər ora hiss yükləyə bilmirəmsə, mən orada əgər hiss edə bilmirəmsə, yəni demək ki, bu hadisəni mən
Yəni mənim üçün bu hadisə, yəni mən nə bilim bitmiş bağlaya bilmirəm və yaxud da ki, önəmli olan odur ki, mən orada nə hiss edirəm. Hər hadisə mənə nə hiss edir. Mən çox məsəl üçün söhbətlərim olub da, belə məsəl ki, mən eşitmişəm onu dəfələrcə kimsə mənə deyir ki, mənim üçün önəmli olan bu hadisə baş versə, bu hadisədə mən nə hiss edirəm. Yəni onun hissi və ora yüklədiyi hisslər çox önəmli. Amma bəzi insan var ki, sadəcə məntiqi ilə düşünür, məntiqi ilə yaşayır, məntiqi ilə hərəkət eləyir. Bildin nə demək istəyirəm? Bu iki insan arasında fərq. Ya bu o deməkdir ki, məsəl üçün bəzilərimiz həqiqətən də tamamilə hisslərimizi öldürür və məntiqlə yaşayırıq. Amma məsələn bu xasiyyət də adlandırırıq da bir yerdə. Xasiyyətim belədir. Am, bilirsən, məntiq pis şey deyil. Sən o verdiyin misalda yenə də mən o şəxsləri özüm tanımıram deyə biraz mənə çətindir anlamaq sən tam nəyə nəzərdə tutursan. Çünki ə, ola bilər ki, hə, sadəcə hisslərin üzərindən bir insan gedir. Hisslərini o deyirlər, hisslərinə güvən, onlar sənə Tamam, bax bunu demək istəyirəm əslində. Hı. inanmıram, bu yalandır. Çünki bax adi misal göstərim, zamanımız da dolur. Bax məsələn deyirlər ki, hisslərinə inan və sadəcə hisslərini yerə onlar səni aldatmayacaqlar. Aldadacaqlar, elə qəşəng aldadacaqlar ki, məsələn bir qadın götürək. Hansı ki, qurban pozisiyasında yaşamağı öyrənir və məsələn onun üçün özünü kiməsə qurban vermək yaxşı hiss elətdirir, fədakar hiss elətdirir. Hmm. O fədakar hissinə güvənərək elə buna da fədakarlıq edir, ona da fədakarlıq, hər yerdə özünü qurban verir və deyir mən hisslərimə güvənirəm, zato mən belə hiss edirəm. Üstün hiss edir, başa düşürsən, ilahi hiss edir. Yaxşı bir hissə insan kimi hiss edir və fədakar olmağa davam edir. Fikir ver, hisslərinə inanır da, hisslərinə inanaraq etməyə. Amma axırda birisi kimsə gəlir ki, səndən istəyən var idi, part olur qalır. Necə yəni? Axı Orada mən da aqressiya qalxır da. əlbəttə ki, yəni hisslərinə sadəcə güvənərək hisslərimizi tanımaq lazımdır, mütləq. Bu hadisədə nə baş verir, mən nə hiss edirəm, anlamaq lazımdır. Ə, çünki amma o hisslər mənim məntiqimə təsir edəcəkmi, etməyəcəkmi, aldığım qərarlara edəcəkmi, etməyəcəkmi, o başqa məsələdir. Hmm. Məsələn, mən bu cür hiss edirəm bu insan haqqında, hal-hazırda məsəl üçün. Amma mən bu insanla boşanacağam yoxsa yox? Bu ayrı, bu məntiqli verilən qərardır. Hər şey nəzərə. Amma mən sadəcə hisslərimə yaslansam, mən onu vəsə mən səndən boşanıram, getdim. Düzdür? Ona görə Orada də anlamaq tam, yəni tam insanla işləməyəsən. Amma olur hə, sadəcə məntiqinə güvənən insanlar, onlar da daha çətin olur, çünki özlərini yaşayırmış kimi, canlı kimi hiss etmirlər. Biz hiss edəndə canlı hiss edirik. Özümüzü elə bir şəxsiyyət kimi, bir insan kimi bu həyatda ifadə etmiş kimi hiss edirik. Bu sadəcə hisslərin sayəsində baş verir. Və zaten insan o dərin hissləri yaşamaraq, özü olaraq yaşayıb özünü ifadə etməyəndə o emosional çırpıntılara bir növ onlardan asılı qalır. Çünki o yeganə üsul olur, harda ki özünü canlı hiss edə bilir. Məsələn, əgər mən səmimi ola bilmirəm səndən nəzərən. Amma biz dalaşanda mən ağzımdan çıxan sən eləsən belə, sən beləsən, sən beləsən. Görürsən maksimal səmimilik olur aramızda. hə. Maksimal. Çünki o gerçək səmimiliyi, hansı ki o savunmasızlıqdan, Mhm. kiçiklikdən, balacalıqdan, reallıqdan gəlir, ona tab gətirə bilmirik, onu edə bilmirik. Hmm. Belə biz artıq Mənim üçün çox maraqlı oldu həqiqətən. Ümid edirəm ki, yəni mənə izləyən yetərincə də challenging oldu, yəni çətin oldu. Məncə bu mövzu dəhşət genişdir və hisslər. buna part 2 də qoya bilərik, yəni bir neçə. Yox, burada biz bəlli bir istiqamətdə getməyə çalışdıq. O hissləri edə bilməmək bacarığında. İndi bacardığımız qədər biraz açdıq, amma yəni bu tipdə mövzuları biz fırlanıb dönüb məncə çox müzakirə eləyəcəyik. Çünki yəni dediyim o okean kimi bir mövzudur. Oradan elə bil ki, birazca bir toxunuş etməyə çalışdıq. Amma yenə də hər bütün mövzularımız gəlir bir yerdə fırlanır. Həm subyektiv həyat dünyamıza, həm də ideal obrazımıza. Hər şey bir yerdə gedir, ora dirənir də istərsiniz. Əlbəttə ki. Hı. Hər kəsə təşəkkür edirik və gələn ay bir daha görüşürük. Sağ olun.